neftini, qazını imkan vermirsiniz işləməyə. Mən sonuna qədər gedəcəm İlham Əliyev. İndi medal alır. Sabahları Hı. İlham Əliyevin ayağı büdrəyəndə Birinci baltalayacak bu. qayıdıb deyəcək ki, bu Rauf Oğraşoğlu deyəcək ki, Ha? bilmirsiniz İlham Əliyev diktatordur, məcbur idim da Ha. Allah haqqı. qəhvə qızıma şərait yaratmaq üçün məcbur idim da. Mən Belədir. əvvəl bilirsiniz nələr demişdim? Prosta məcburiyyətdən elə dedim. Çünki ancaq və ancaq yanın yörəsində olanlar Rauf Oğraşoğlu simasızlar hamısı. Hamısı. Əvvəl belə deyirdi, indi belə sabah İlhamın ayağı büdrəyən kimi elə. Yenə deyirəm, and olsun Allah İlham Əliyev. Ayağın büdrəsə gözləməyəcəkləri Avropadakılar gəlsin. Səni baltalayacaklar Allah haqqı. özləri qiymə eləyəcəklər, qiymə. Ki birdən ağzından nəsə deyərsən. Sonra da deyəcəklər ki, gördünüz biz neynədik? İlhamın belə-belə elədik. Diktatoruydu. Böyle İlham Əliyev, sənin necə ki Siyavuş Novruzovun 30 ilin deputatıdır, sən də diktatorsan. Normal prezident 5 dəfə seçilmir. Səni nə mən seçmişəm, nə Akif kişi seçib, nə Elman, nə Zəki dayı, nə digərləri, Manaf Qabil. Sən özün seçilmisən, şeyvə uyğun da mətbuatın var, şeyvə uyğun da millət vəkillərin var, hamısı amin deyir. Vəssalam, ölkə belə idarə olunur. İndi də 30 ilin qəhbəsi Ramiz Mehdiyevə deyirsiniz vətən xaini. Yaxşı, bu yapın öndə gedəni, yapın qurucularından biri olubsa, bu vətən xainidirsə, onda hamısı vətən xainisidir, hamımız. Fuat Muradovla tet durmuşam. Allah'ın adı hakkı 2019'da dedim ki ay kişi çevrişe hazırlık gedir. Bak yine derim o göydeki Allah'ın birine. Dedim silah gelip ne kadar lazım. Bak bu oğraca. Dedim çevrişe hazırlık gedir. Başta Ramiz Mehdiyev, Padvalny Pamişena var da şeyde Mədəniyyət evində aşağıda böyük zal var. Zalın da qabağında belə plaşatkadır Padvalda. Orada yığıncaq oldu. Yığıncaqdan sonra durduq söhbət emuna çatdırdılar ki Akif səndən söhbət eləməzdi. Özə görsətdilər mənim. Dedim ayıfdır. Buradan ən ağır söyüşlər söylür. Bunu spesial eləyirlər. Gəlin mənim səsimi prezidentə çatdırın, vitse-prezidentə çatdırın. Bir de çevrişe hazırlık gedir. Ramiz Mehdiyev, Ali Həsənov, Kemaləddin hamısı bu qrupba çevriş eləmək istəyir. Bunun qabağını almaq lazımdır. Ha dedi. Sonra da Çi ilə gəl, Çingiz idi, neydi? Sonra da dediler ki köməkçisi Gürcüstana gedir, səfir gedib, nə alıb? Vizit kartını verdi. Aradan bir nə qədər keçəndən sonra zəng eləyirəm. Deyirəm, nə oldu? Səsimi çatdırdınız mı? Qayıdıb mənə fahişələr nə desə yaxşıdır. Məni o yandırır da. Mən can atıram ki, biabırçılıq aradan götürülsün, millətin şikayəti geçsin katsın. Bu fahişədən əmələ gələnlər qayıdıb mənə nə desə yaxşıdır. Fuat Muradovun köməkçisi. Deyir Akif müəllim, biz başa düşə bilmirik ki, siz nə istəyirsiniz? Ha dedim, mən pul istəmirəm. Mən sizə dediyimi sizə Paris'te ki, Mehriban Aliyeva söylür, ailə söylür, Vilayət Eyvazov, başqa ana bacılar hamısı. Yəni bu biabırçılığı götürək də aradan şikayətə baxılsın da, şikayətə. Şikayət ev çatmır dedim, yüzlərlə məktub yazmışam. DTX-yə zəng eləmişəm, prezident aparatına, Heydər Əliyev sentrinə. Haralara məktub yazmamışam. Sadə, balacana, qısa məktub ki, sizdən xahiş edirəm, məni qəbul edin. Avropadakı biabırçılığı aradan götürmək istəyirsə də məni qəbul edin. Məndə də cel spisok, bilirsən, bunları, bu oranı qatanlar kimdir? Qoymurlar da, məktub ev çatmır. Prezident də ki, niyə hərdən baxmır bu internetə, başa düşə bilmirəm. Heç kim prezidenti поддерживать eləmir. Nə bir nazirlik, nə bir dənə deputat, nə bir polis, heç kim. Məktubların hamısı gedirdi bu xətkeş sədaqətin amına, bu qəhbənin balasının arvadının amcellasına gedir. Şikayət və Ərzələr Şöbəsinin müdürüdür. 2005-dən bu yana. İlhama Ramiz Mehdiyevə dədəm, ağsaqqalım deyən qəhbənin balalarından da biri budur. Bax, məktubların hamısı